6-cı cümlə tunazziful xadimətu, demək xadimə neyinir? Təmizləyir. Tunazzifu burada indiki gələcək zaman feilidir. 3-cü şəxsdədir. Qadın cinsindədir. Əl-xadimətu mübtədadır. Ona görə adlı halda olacaq. Burada tunazzifu ilə əl-xadimətu cinsə görə uzlaşır. Nəyi təmizləyə bilər xadimə? Gəlin baxaq. Əl-bəytə evi, əs-səfara səfəri, məsələtə məsələni. Demək, əl-bəytə beytə düz gələcək. Tunazziful xadimətul bəytə. Xadimə evi təmizləyir. Əl-bəytə burada cümlənin vasitəsi tamamlığı olacaq. Niyə görə? Çünki tunazzifu feili təsirli feildir. 7. Yu'nilul vəlidu, uşaq elan edir nəyi? Əl-kitəbə kitabı, əl-xəbərə xəbəri, əl-qıssata rəvayəti. Demək, burada düz gələn nədir? Əl-xəbərdir. Yu'ninul vəlidul xəbərə, uşaq neyinir? Xəbəri elan edir. Yu'ninu təsirli feildir. İndiki gələcək zamandadır. Müftada ilə cinsə görə düz gəlir. Validunun cinsi nədir? Kişi cinsində. Yu'ninu da 3-cü şəxsdədir. Kişi cinsindədir. Əl-xəbər vasitəsi tamamlıqdır. Niyə görə təsirli halda oldu? Çünki yu'linu feili təsirli feildir. 8. Yaxdimul əbu, ata qulluq edir. Nəyə? Nəyə qulluq edir? Əl-usrətə, əş-şəriə, usrətə ailəyə, əş-şəriə küçə, əl-hissətə pay deməkdir. Burada usrətə düz gələcək. Yaxdimul əbul usrətə, ata ailəyə qulluq edir. Yaxdimu cümlənin xəbəri, əl-əbu cümlənin mübtədası, əl-usrətə isə cümlənin nəyidir? Vasitəsi tamamlığıdır. Niyə əl-usrətə gəldi təsirli halda? Çünki yaxdimu feili onu neynədir? Təsirli halda saldı. Yaxdimu təsirli feilə qrupuna aiddir.